İndi mən insanın, yəni ümumiyyətlə insan orqanizmində olan bütün daxili orqanlar haqqında öz bildiklərimi danışacağam. İlk olaraq başlayaq beyindən. İnsan beyni ümumiyyətlə insanın özü canlılar içində ən birinci olan, yəni birinci yer tutmuşdur, ilk yer tutmuşdur. İnsan beyni isə insanda, yəni insan beyni insanın qolunu, ayağını hərəkət etdirməsinə kömək edir. Yəni belə insan beyni sinirlərə bölünür. Yəni o sinirlər faydalanaraq insanın ayağını, əlini və yaxud da əzələlərini hərəkət etdirir. Daha sonra ümumiyyətlə insan əzələlər vasitəsilə hərəkət edir, amma insan beyni onların bizi məsələn təsirdən, məsələn əlimiz yananda və yaxud da hansısa təsirləri hiss etməyimizə insan beyni kömək edir. Yəni insan beyni bir çox sinirlərə bölünüb. Sonra beynin aşağı hissəsində isə ümumiyyətlə mən burada yalnız orqanlar haqqında yox, məsələn tənəffüs prosesi haqqında, ifrazat prosesi haqqında, həzm prosesi haqqında da danışacağam. İlk olaraq orqanlardan danışıram. Beyindən sonra bizim tənəffüs etməmiz üçün, yəni tənəffüsümüz üçün əsas vacibli orqanlardan biri də ağciyərimizdir. İnsanın ağciyəri, daha doğrusu ağciyərləri döş boşluğunun altında yerləşir, ürəyin yanında yerləşir. Yəni ürək ağciyərlərimizin altında, yəni dal hissəsində yerləşir. Ümumiyyətlə, burada da göründüyü kimi insanın ağciyəri, yəni sağ ağciyəri 3 paydan ibarətdir, amma sol ağciyəri isə 2 paydan ibarətdir. Bunun səbəbi isə sol ağciyərimizi gördüyünüz kimi ürəyin yarı hissəsi sol ağciyərimizi tutur. Yəni bu 2 paylının bir hissəsini isə ürək tutur. Buna görə də sağ hissə 3, sol hissə isə 2 paylıdır ağciyərlərimizdə. Ağciyərlərin bayaq dediyim kimi alt hissəsində insanın ürəyi, yəni ümumiyyətlə bizim ürəyimiz yerləşir. Ürək isə beyin kimi ən vacib olan orqanlarımızdan biridir. Ümumiyyətlə insan orqanizmində bütün orqanlar ən vacib orqanlardır. Amma beyin və ürək olmasa insan yaşaya bilməz. Məsəl üçün, amma ağciyərlərin biri fəaliyyətdən düşsə və yaxud da insanın böyrəklərindən biri fəaliyyətdən düşsə, yenə də insan biraz da olsa yaşaya biləcək. Amma ürək və beyin ən əsas orqanlardan biridir. Ürəyi böyüdəndə görürük ki, ürəyin üstündə kiçik şaxələnmiş damarlar var. Bunlar taz damarlardır. Əvvəlki videomdan da ürək haqqında danışanda taz damarlar haqqında danışmışdım. Taz damarlar ürəyi qidalandıran damarlardır. Bu taz damarlar başlanğıcı aorta damarından götürülmüşdür. Aorta da bildiyimiz kimi insan orqanizmində ən böyük olan damardır. Gördüyünüz kimi ürəyin bu hissələrində kiçik ümumiyyətlə əzələlər var. Bu əzələlər əslində endozoaklı əzələdir. Amma biz bilirik ki, endozoaklı əzələlər insanın yəni hərəkət etdirdiyi əzələlərdir. Amma say əzələsi isə insan özü istəmədən, yəni insan özü hərəkət etdirmir. Say əzələlər məsələn mədəmizdə, bağırsaqlarımızda falan olan əzələlərdir. Bunları biz hərəkət edə bilmirik. Biz edə bilmirik. Yalnız onlar öz-özünə işləyirlər. Amma biz ürəyimizin əzələlərini də ürəyimizi özümüz işlətmirik. Ürəyimiz öz-özünə işləyir. Amma yenə də o endozoaklı əzələdir. Bunu isə ürək endozoaklı əzələsi kimi adlandırmışlar. Gördüyümüz kimi yuxarı hissədə burada aorta damarı var. Aorta damarı da bütün orqanlara təmiz qanı aparır və ürəyi də qidalandırır. Həmin o qan isə bütün orqanlarımızı qida və oksigenlə qidalandırır. Gördüyünüz kimi bu hissədə ürəyin arteriya damarları görünür. Arteriya damarları əslində bu hissə vena damarlarıdır, bu hissə isə arteriyadır. Bu arteriya damarı əslində çirkli qanı, təmiz qanı daşıyır, amma burada yalnız bir uyğunlaşma, yəni bu uyğunlaşmadır. Burada ürəyin bildiyimiz kimi sol hissəsində təmiz, sağ hissəsində sol hissə budur, sağ hissə budur. Sağ hissəsində çirkli qan olur. Arteriya damarı isə təmiz qanı aparır. Yəni əslində sol çirkli qan aparmalı, amma təmiz burada belədir ki, ürəyimizin bu arteriyası sağ hissədə olan çirkli qanı aparır və ağciyərləri təmizlədir. Sonra isə yenidən venalar vasitəsilə ürəyə qayıdır. Yəni kiçik burada da göründüyü kimi burada venalar görünür. Kiçik venalar vasitəsilə yenidən ürəyə qayıdır həmin təmiz qan və aorta damarı vasitəsilə orqanlara aparılır. Burada isə gördüyümüz damar vena damarıdır. Bu alt hissədə də vena damarı var. Bu altda qırmızı olan aortanın bir parçasıdır. Bu vena damarları isə orqanizmdə olan çirkli qanı, yəni yuxarıdakı yuxarı boş vena, aşağıdakı aşağı boş vena. Bu yuxarı boş vena yuxarıda olan orqanları, məsələn beyindir, ağciyərdir falan olan orqanları gətirir ürəyimizə. Aşağı boş vena isə aşağıda olan orqanları ürəyimizə gətirib, yəni çirkli qanı, orqanlarda olan çirkli qanı gətirir ürəyimizə və təmizlənir. Ürəkdə təmizlənir həmin qan. Biraz da aşağı gəlsək, burada biz qaraciyərimizi görürük. Göründüyü kimi qaraciyər 2 paydan ibarətdir. Əslində 3 paydır, yəni burada 2 pay göstərilmişdir. Qaraciyərimizin ümumi kütləsi isə 1 kilo 350 qramdır. Normal insandır. Yəni orta yaşlı insandır 1 kilo 350 qramdır. Yəni çox önəmli orqanlarımızdan biri də yenə də ağciyərdə digər orqanlar kimi önəmli, yəni vacib orqanlarımızdır. Ağciyər ümumiyyətlə yağları təmizləyir, özündə bəzi qida maddələrini saxlayır. Ağciyərimizin altında isə öd kisəsi, göründüyü kimi öd kisəsi, yaşıl rəngdə olan öd kisəsi yerləşir. Bu öd kisəsi ağciyərdə olan tullantılar, yəni zərərli maddələr öd kisəsində yığılır. Öd kisəsindən isə indi ifrazat prosesində danışanda biləcəyik. Öd kisəsindən isə xaric olunur bağırsaqlar vasitəsilə. Daha sonra ağciyərin altında, qaraciyərin yanında mədə, göründüyü kimi mədə. Bu mədə isə bizə həzm sisteminə kömək edir. Yəni həzm sistemi orqanıdır. Mədə və sair əzələdir. Mədənin içərisində kiçik vəzlər olur. O vəzlər yəni müxtəlif seliklər ifraz edir. Bu seliklər vasitəsilə bizim yediyimiz qidalar həzm prosesində danışana biləcəyik ki, yediyimiz qidalar necə parçalanır. Mədənin altında isə mədə altı vəzidir. Yenə mədə altı vəzi mədənin altındadır və bu mədə altı vəzində axarı bağırsaqlara gedir. Daha sonra burada gördüyümüz hissə isə dalaqdır. Əslində dalaqdan o qədər də məlumatım yoxdur, amma da bilirəm ki, bizim qanımızın tərkibində olan leykositlər, eritrositlər, trombositlər ümumiyyətlə dalaqda parçalanırlar. Bu dalaqda həmin qanımızda olan formal elementlər parçalanır. Biraz da aşağı gedəndə isə burada böyük bir olan bağırsaqlarımızı görürük. Bu bağırsaqlar bizə həm həzm prosesində, həm də ifrazat prosesində lazım olan orqanlardır. İlk olaraq burada mədənin mədalatı vəzini öd kisəsinin axarı olan yoğun bağırsaqdır. Bu hissədə yoğun bağırsaq, 12 barmaq bağırsaqdır. Onun adına nəyə görə 12 barmaq bağırsaq qoyulur? Çünki həmin bağırsaq əslində nazik bağırsağın başlanğıcıdır. Nazik bağırsağın başlanğıcı 12 qatdan ibarətdir. Ona görə də onu 12 barmaq adlandırmışlar. Həmin qidalar 12 barmağa birləşir. 12 barmaqdan sonra gəlir
nazik bağırsaq. Nazik bağırsaq ən uzun olan bağırsaqdır. 5-6 metr uzunluğundadır. Nazik bağırsaqdan sonra nazik bağırsaqla yoğun bağırsağın birləşdiyi yerə baxın. Bu hissə kor bağırsaq adlandırılmışdır. Kor bağırsaq nazik bağırsaqla yoğun bağırsağın birləşdiyi yerdir. Kor bağırsağın altında isə göründüyü kimi appendix var. Bu appendix iltihaplaşanda, yəni çirklənəndə və iltihaplaşanda o qədər də zərər olmasa, amma insan orqanizmi üçün zərərli deyil. Bu həkimlər vasitəsilə buradan çıxarılmalıdır. Yəni orqanlardan çıxarılmalıdır. Daha sonra burada gördüyümüz bağırsaq isə qalın bağırsaq isə yoğun bağırsaq. Yoğun bağırsaqdan sonra gəlir düz bağırsaq. Düz bağırsaqdan sonra artıq anusla ümumiyyətlə qidalar xaric olunur. Yəni lazım olmayan qidalar. Burada isə gördüyümüz kimi bizim böyrəklərimizdir. Böyrəklər də süzmə, yəni süzgəc insan dilində süzgəc neuronu oynayır. Yəni qidalı bir çox zəhərli maddələri süzür və sonra isə böyrəklər stik kanalına birləşir və lazım olmayan maddələr ifraz olunur. İndi gəlin danışaq həzm, ifrazat və tənəffüs prosesindən. İlk olaraq bura yazıram. Həzm prosesində olan orqanlar. İlk olaraq gəlin tənəffüs yazar. Tənəffüs prosesində olan orqanlarımızın. Tənəffüs prosesində olan orqanlar ilk olaraq burun boşluğundan başlayır. Burun boşluğundan sonra burada gördüyümüz boru traxeya və yaxud da digər adı nəfəs borusudur. Amma elmi dildə bu traxeya borusu adlandırılmışdır. Hava ilk olaraq gelir, ümumiyyətlə orqanlar deyim. Traxeya borusu tənəffüs prosesində rol oynayan, akciyərlərimiz, bir də ürəyimizdə rol oynayır əslində tənəffüs prosesində. Yəni hava ürəyə də gedib gəlir. Amma əsas rol akciyərlərdir. Bu tənəffüs prosesinin orqanlarıdır. İndi necə baş verir tənəffüs prosesi onu da deyəcəm. İlk olaraq ağız boşluğundan təsəvvür edin ki, bu burun boşluğu. Burun boşluğundan hava daxil burnumuza. Burnumuzdan daxil olan hava gedir traxeyaya. Traxeyadan düşür və bölünür burada artıq bronxlara. Belə bronxlara bölünür. Bölünən bronxlar isə ağciyərlərimizə gedir. Ağciyərlərimizə gedən bronxlarda kiçik bronx yollara bölünür. Bronx yollar. Hər biri kiçik bronx yollara bölünür. Yəni hava aparıcı yollardır bunlar. Bronx yolların uclarında isə biz havanı aldıqdan sonra onlar traxeyadan bronxlara ayrılır. Bronxlardan isə məsələn bronx yollara. Bu bronx yollara hava girdi və bronx yolların ucuna hava girərək kiçik şişkinlik yarandı. Orada hava bronx yollarımıza girərək. Bu şişkinliklər hər iki ağciyərdə mövcuddur. Bu şişkinliklər alveollar adlanır. Alveollar. Yəni ağciyərlərimizdə kiçik minlərcə, bunun əsas sayısı bəlli deyil, minlərcə, yüz minlərcə, milyonlarca ağciyərlərimizdə alveollar var. Ağciyərlərimiz ümumiyyətlə hər hansısa bir qəza olanda ağciyərlərimizdə olan alveollar partlaya bilər və ya da şişə bilər. Ümumiyyətlə bütün orqanlarımız hər biri ümumiyyətlə bir necə deyim, çərçivənin bir şeyin içindədir. Yəni qoruyucu təbəqənin içindədir ki, o orqanlarımız bir-birinə gördüyünüz kimi çox yaxın birləşir. Bu yaxın birləşəndə orqanlarımızın fəaliyyətini pozmasın deyə sürüşkən olan təbəqələrin hər bir orqan sürüşkən təbəqələrin içində yerləşir və bu təbəqələr sürtünmə yaradaraq orqanlarımızın fəaliyyətini dayandırmamağına kömək edir. Biz oksigeni ümumiyyətlə hər dəfəsində oksigeni aldıq. Oksigeni alandan sonra traxeyaya getdik. Traxeyadan bronxlara, bronxlardan bronx yollara, bronx yollarının da uclarındakı olan alveollardır. Daha sonra bu alveollar ümumiyyətlə oksigen gəldi. Oksigen gələndən sonra burada hava getdi yenidən venalar vasitəsilə, hər iki vena vasitəsilə ürəyə, ürəkdən də digər orqanlara ötürüldü. Daha sonra ümumiyyətlə bir gün qan haqqında da danışacağam. Hələ ki bütün orqanlar, ayrı-ayrı orqanlar haqqında da danışacağam. Əvvəlki videomda tək yalnız ürək haqqında danışmışam. İndi ağciyər haqqında, qaraciyər haqqında hər bir orqan haqqında ayrı-ayrıca danışacağam. Sadəcə indi bütün orqanlar haqqında danışmaq istəyirəm. Deməli, tənəffüs prosesində hansı orqanların fəaliyyət göstərdi? Burun boşluğu, traxeya, yəni nəfəs borusu. Bir də traxeyadan sonra bronxlar. Bronxlardan sonra bronx yol. Yox, bir dəqiqə. Bronxlardan sonra bronxlar artıq gələndə bizim burada bayaq göstərdiyim kimi ağciyərlərimizə, yəni bronxlar ağciyərlərimizə, havanı ağciyərlərimizə aparır. Ona görə də ağciyər olacaq burada. Ağciyərlərdən də ayrıldı bronx yollara. Bronx yollarının uclarında olan şişkinlik oldu alveol. Yenə eyni şəkildə biz oksigeni aldıq. Bu prosesdə bu orqanlarımızdan girdi bizim orqanizmimizə. Karbon qazı isə həmin orqanizmimizdən xaric olunur. Burun boşluğu vasitəsilə xaric olunur. Bir də ki bir şey deyim. Biz çalışdığımız qədər burnumuzdan havanı biz burnumuzdan almalıyıq. Ağzımızdan hava almaq bizim üçün zərərli olacaq. Nəyə görə? Çünki bizim burun boşluğumuzda qıvrım yollar var. Ümumiyyətlə burun boşluğumuzda kiçik tükçüklər var. Tükçüklər və vəzlər. Bu tükçüklər ümumiyyətlə burun boşluğumuzda olan vəzlər burun boşluğumuza serik ifraz edir. Bu seri ifraz edilən serik tükçüklərlə birləşərək yapışqan, yəni serik çox yapışqan mayedir. Tükçüklərlə birləşərək yapışqanlıq yaradır və biz havanı alanda, burnumuzdan alanda təbii ki də, havanın içində olan mikroblar, mikroorqanizmlər və s. tükçüklər vasitəsilə tutulur və orqanizmimizə girməni tükçüklər əngəlləyir. Buna görə də bizim ağzımızla havanı almaq əslində o qədər də yaxşı bir şey deyil. Daha sonra, yəni ki, ağzımızda əslində biz nəfəs prosesi burundan almalıyıq, ağzımızdan verməliyik. İndi hər birindən qısa danışacağım. Həzm prosesi, ifrazat prosesi haqqında hər birindən qısa danışacağım. Çünki digər başqa videolarda yenə uzun hər biri haqqında uzun məlumatlar verməyə çalışacağım. Daha sonra gəlir həzm prosesi. Yenə ən vacib olan proseslərdən biri deyil. Həzm prosesi ilk olaraq başlayır ağızdan, ağız boşluğundan. Ağız boşluğunda, məsələn, indi gəlin qidanı necə yeyəcəksə ona baxaq. Həzm prosesi ilk olaraq başlayır ağzımızdan. Biz qidanı aldıq ağzımıza. Baxın, bura bir dənə ağız boşluğu çəkeyim. Burada da qidadır. Bu qidanı aldıq ağzımıza. Bizim ümumiyyətlə dişlər haqqında danışmalıyam. Dişlər haqqında indi bəlkə danışacağam. Ağzımıza qidanı alandan sonra bizim ağzımızda 3 cüt, yəni 6 ədəd vəzlər var. İlk öncə bu vəzlər haqqında danışım. 3 cüt, yəni 6 ədəd vəzlər var. 2 vəzi qulaq dibi,
qulaq dibi vəzləri, 2 ədəd çənəaltı vəzləri, 2 ədəd də dil altı vəzləri. Cəmi 6 ədəd ağız boşluğumuzda vəzlər var. Bu vəzlərin köməyi ilə işə yarayır. Bu vəzlər bizə ağzımıza aldığımız qidanı rahatlıqla parçalamağa işə yarayır. Ümumiyyətlə bizim qidamıza daxil olan maddələr karbohidratlardır. Yazın bura. Karbohidrat, sonra yağlar, zülallar və nuklein turşulardır. Əslində o qədər də yoxdur, amma nuklein turşuları da bir birləşmədir. Nuklein turşuları. Bu 4 birləşmə bizim orqanizmimiz üçün vacib olan birləşmələrdir. İndi isə gəlin bu birləşmələrin harda, hər biri eyni yerdə parçalanır. Hansı orqanizmdə parçalandığı haqqında danışaq. İlk olaraq biz qidanı aldıq ağzımıza. Ağzımıza aldığımız qida vəzlər ağzımızda ümumiyyətlə bizdə orqanizmdə 2 cür mübadilə növü var. Yəni biri mexanikidir, biri də kimyəvidir. Mexaniki bizim ağzımızda baş verir. Ümumiyyətlə ağızda həm mexaniki, həm də ki kimyəvi proses baş verir. Mexaniki proses məsələn bu qidadır. Biz bu qidanı parçalayırıq, yəni əzirik. Necə deyim? Məsələn bu qidanı bu formadadsa, mexaniki proses vasitəsilə bu formaya, yəni formasını dəyişir mexaniki proses vasitəsilə. Amma kimyəvi prosesdə isə kimyəvidə isə əgər bu qidadırsa, kimyəvidə bu qida parçalanacaq kiçik qidalara. Yəni belə olacaq. Tərkibini dəyişəcək və yaxud da hansısa selektiv birləşmə tərkibini dəyişəcək və s. Bizim ağzımızda həm mexaniki, həm də ki kimyəvi proses rol oynayır. Mexaniki dişlərimiz vasitəsilə. Ümumiyyətlə gəlin ilk olaraq dişlər haqqında danışaq. Ağız boşluğumuzda cəmi 32 diş var. Bu 32 dişlər hansılardır onları deyəcəm. İlk olaraq 4 cüt. Orta yaşlı insanda 4 ümumiyyətlə belə edəcəm. 2 cüt köpək dişləri ağız boşluğumuzda. İndi necə olacaq onu çəkəcəm. 4 cüt. Yox, bu da 2-dir. Əslində 4, 8. Hə, 4 cüt. Kəsici. Yox, bu 2 cüt kəsicidir. Daha sonra 2 cüt kiçik hazı dişlərdir. 3 cüt isə böyük hazı dişlərdir. Ümumiyyətlə bu dişləri indi gəlin yazılı, yəni şəkil formasında göstərin. Bunları silək. Deməli, bizim ağız boşluğumuz təsəvvür edin ki, 2 sənədən ibarətdir. Bir belə, bir də belə. İlk olaraq bu, gəlin kəsici dişlər haqqında, kəsici dişlər göstər. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bunlar bizim kəsici dişlərimiz. Daha sonra, bu 4. Sonra. Bunlar bizim köpək dişlərimiz. Bir dəqiqə, rəngini dəyişim, elə çəkeyim. Deməli, 1, 2, 3, 4. 1, 2, 3, 4. 4 cüt köpək dişləri. 2 cüt kəsici dişlər. Yəni 2 cüt, yəni hər sənədə 2 cüt, yəni 4 ədəd ağız boşluğunda kəsici dişlər. Biraz bunun boyunu uzadaq. Daha sonra kəsici dişlərdən sonra azı dişləri. 2 cüt hər sənədə. Hər sənədə 2 cüt kiçik azı dişləridir. Daha sonra isə hər sənədə 3 cüt. 1, 2, 3. 1, 2, 3. Hər sənədə 3 cüt böyük azı dişlərdir. Əslində tam bitmədi. Yəni yuxarı tərəmizdə isə 2 ədəd, yəni 2 cüt, yəni 1 cüt ağıl dişləri var. Əslində bu kiçik yaşlarda olmur, yəni böyük yaşlarda olur. Dəqiqə, böyük yaş insanlarda olur. Təxminən 20, 21, 18, 16, 20 yaş ümumiyyətlə aralarında bu dişlər çıxan müvəqqəti dişlərdir bunlar. Bunlar ağıl dişləridir. Amma bunlar müvəqqətdir, yəni heç bir şey o qədər işə yaramır. Çıxan zaman isə insanda ağrı yaradır. Amma bir müddətdən sonra çıxır. Təxminən 20-21 yaşlarında bu ağıl dişləri çıxır. Daha sonra gəldi nə haqqında danışdıq? Həzm prosesi. Ümumiyyətlə qida gəldi. Ağzımızda iki yerə bölünür. Mexaniki və kimyəvi. Mexaniki olduğu biz qidanı çeynəyərkən qida bayaq dediyim kimi bu hissədən bu formalara falan əzildik. Qida əzildi. Oldu mexaniki prosesə məruz qaldı. Qida əziləndən sonra ağzımızda olan o bəzlər müxtəlif silik ifraz edir. Su fermentlər ifraz edir. Bu fermentlərin tərkibində olan maddələr, müxtəlif fermentlərin müxtəlif növləri ağzımızda olan karbohidratları parçalayır. Yəni karbohidratlar harda parçalandı desə ağızda. Karbohidratlar ağızda parçalandı. Sonra qida bunun yəni traxeyanın arxa hissəsində əslində burada tam göstərilməyib. Traxeyanın arxa hissəsində qida borusu var. Dəqiqə. Burada mədədən başlayaq çəkək. Bu qida borusu tam bu hissənin arxasındadır. Deməli qida gəldi, sonra ilk olaraq qida gəldi qırtlağa, udlağa. Udlaqdan sonra burada traxeyanın arxasında qida borusu var və bu qida traxeyanın yəni nəfəs borusunun içinə girməsin. Burada belə bir qapaq var. Bu qida yəni gəldi bura qapağa dəyəndə qapaq olur bu formada. Yəni belə bu nəfəs borusu isə qapaq nəfəs borusunu bağlar və qida isə qida borusu ilə keçməyə davam edir. Qida keçdi qida borusundan. Qida borusundan heç bir proses baş vermir. Yəni qida borusu ancaq ağızla belə deyək də mədə arasında körpüdür, yəni ötürücü yoldur. Qida borusundan qida gəldi mədəyə. Əsas həzm prosesi mədədədir. Mədə gələndən sonra mədədə karbohidratların parçalanması davam edir, amma mədədə eyni zamanda yağlar da parçalanır. Həmin yağlar ümumiyyətlə burada mədədə də kiçik bayaq dediyim kimi vəzlər olur. Mədədə H2O, turşusu, pepsindir, fermentdir. Bu fermentlər ümumiyyətlə qidanı parçalamaq kimi gedir. Qida parçalanandan sonra ümumiyyətlə burada qida kimyəvi prosesə məruz qalır. Qida parçalanır kiçik parçalandı. Sonra qida gəldi. Həm ümumiyyətlə burada 12 barmaq bağırsaqdır. Həm mədə, 12 barmaq bağırsağı həm mədə axını, həm öd kisəsi, həm də ki mədə altı vəzi 12 barmağa
12 barmaq bağırsağa gəldi. Həmin qida 12 barmaq bağırsaqdan da yenə keçdi nazik bağırsağa. Nazik bağırsaqda da yenə həzm prosesi davam edir. Həzm prosesi nazik bağırsaqda necə baş verir? Qida gəldi nazik bağırsağa, məsəl üçün deyək. Qida nazik bağırsağın içində xov adında tükçüklər var. Əslində onlar tükçük deyil. Sadəcə çox məsələn deyək ki, bu nazik bağırsaqda çox kiçik xovlar tükçük formasında. Buna görə bunlar tükçük də adlandırılır. Bu xovlar ümumiyyətcə kapilyar damarlarla zəng edir. Yəni qan damarlarına zəng edir. Qidanın tərkibində olan maddələr, yəni əsas maddələr bu xovlar isə qana sovrulur. Qana sovrulandan sonra qida gəldi. Bağırsaqdan sonra həmin qidada olan əsas maddələr xovlar vasitəsilə sovruldu qana. Sonra gəldi kor bağırsağa, yəni yoğun bağırsaqla nazik bağırsağın birləşiyi kor bağırsağa. Buradan isə yoğun bağırsağa. Yoğun bağırsaqda da yoğun bağırsaqda qidanın tərkibində olan suyu qana sovrur. Və yoğun bağırsağın da yenə içində daxilində yenə vəzlər, selk vəzlər, yəni bu sürüşkənlik yaradır. Sürüşkənlik yaradır ki, qida rahatlıqla hərəkət etsin. Bir də ki, ümumiyyətcə birinci bunu deyim, ondan sonra deyim. Deməli qida burada hərəkət etməsi üçün ümumiyyətcə həm qida borusu qidanı hərəkət etdirmək üçün əzələr vasitəsilə yığılıb boşalır, gətirir mədəyə, əzələr vasitəsilə yığılıb boşalır, gətirir bağırsaqlar da əzələr vasitəsilə yığılıb, yəni qıvrım kimi yığılıb boşalır, yəni necə deyim, qıvrım hərəkətlər. Bu qıvrım hərəkətlər peristaltika adlanır. Peristaltika adlanır. Bu peristaltika hərəkəti nəticəsində orqanizmdə olan qida rahatlıqla hərəkət edir. Qida gəldi deməli bağırsaqlara, nazik bağırsağa, nazik bağırsaqdan da gəldi yoğun bağırsağa, yoğun bağırsaqdan yenə su sovruldu, gəldi qida düz bağırsağa, düz bağırsaqdan da anus vasitəsilə xaric olundu. Yəni qida nəcis kütlələri anus vasitəsilə orqanizmdən xaric olundu. Bu da oldu bizim həzm prosesimiz. Həzm prosesində iştirak edən orqanlar da bunlardır. İlk olaraq ağız boşluğu, ağız boşluğu. Ağız boşluğundan sonra qida gəldi, qida borusu. Ondan sonra mədə, qaraciyər də həzm prosesində iştirak edir. Yəni bu da parçalayır. Qaraciyər yazma saxtalar əslində, yəni əsasları bunlardır. Sonra olduğu mədədən sonra 12 barmaq bağırsaq, nazik bağırsaq, yoğun bağırsaq. Yoğun bağırsaqdan sonra anus vasitəsilə sonlandı. Əslində burada həzm prosesi, yəni parçalanma prosesi harda bitirirsə, nazik bağırsaqda artıq parçalanma prosesi bitir. Amma yoğun bağırsaqda da yəni soyulma prosesi var. Yəni anusda isə yalnız qida kütləsi, yəni nəcis kütləsi orqanizmimizdən xaric olur. Nəcis kütləsi isə bizə lazım olmayan qidalardır. Həzm prosesi isə beləliklə sona çatdı. Həzm prosesindən sonra İfrazat prosesi. İfrazat prosesini əslində burada danışdıq. İfrazat prosesi həm böbrəklərlə əlaqədardır, həm də bağırsaqlarla əlaqədardır. Deməli, qida gəldi bu bağırsaqlara, nazik bağırsağa. Nazik bağırsaqdan kor bağırsağa, kor bağırsaqdan yoğun bağırsağa. Yəni peristaltik hərəkətlər vasitəsilə yoğun bağırsağa gəldi nəcis kütləsi. Yəni burada yığılaraq gəldi düz bağırsaqdan da ifraz edir. Yəni ifrazat prosesi. Böbrəklərdə isə sidik hissəsinə gəlir, yəni lazım olmayan. Məsələn, artıq sudur və yaxud da artıq içkilərdir, istədiyimiz içkilərdir. Ümumiyyətlə qaraciyərdə bizim istədiyimiz içkilər süzür. Yəni koladır, məsələn, bunlar süzür və süzülən süzülən əsas yerlərini qana ötürür, yəni orqanizmə ötürür. Əsas olmayan, yəni zəhərli yerlərin isə öt kisəsini ötürür. Öt kisəsi çox zəhərlidir həqiqətən. Yəni partlasa, bütün orqanizmə yararsa, insan zəhərlənib ölə bilər. Bütün orqanizm zəhərlənə bilər. Beləliklə, orqanlar haqqında demək olar ki, bitdi. Bu iki hissə isə bilməyənlər üçün deyim, kişi və qadın cinsi orqanlardır. Bu cinsi orqanlarda insana insan çoxalması üçün vacibdir. Həzm yazdım, tənəffüs yazdım, gəlin ifrazatda yazaq. İfrazat prosesində hansı orqanlar oynayır? İfrazat prosesində deməli, rol oynayır bağırsaqlar, əsas rol oynayır, anus, böbrəklər və sidik hissəsi. Bunlar da oldu insan orqanizmində ifrazat prosesi. Deməli, orqanlar haqqında danışacaqlarımız bu qədərdir. Əslində bu qədər deyil, yəni nə qədər çox məlumat lazım insan orqanizmində həqiqətən də çox böyük, çox yəni inanılmaz möcüzədir əslində bunu Allah bizə verib. Yəni ki, biz öz orqanizmimizə çox gözəl baxmalıyıq. Yəni ki, bu orqanizm bizim bir möcüzəmizdir. Bu bizə bir böyük hədiyyədir həqiqətən də. Həm çox maraqlıdır, həm çox öyrənəcəyimiz çox şey var bu orqanizm haqqında. Yəni öyrənəcəyimiz bu qədər yox. Bəlkə də mən səhv danışıram, bilmirəm. Yəni hələ ki öyrəndiklərim bu qədər deyil, hələ ki nə qədər gələcəkdə bizim nə qədər vaxtımız var, nə qədər məlumatlar, çox məlumatlar öyrənəcəyik inşallah ki. Hələlik orqanizmimiz bu qədərdir. İndi hələsi haqqında ayrı-ayrılıqda daha geniş öyrənib, daha geniş məlumatlar öyrənib hər kəsə verməyə çalışacağam. Hələlik orqanizm haqqında bu qədərdir. İnşallah ki, verdiyim məlumatlar hər kəs üçün gözəl olar.